Salam gənclər, mən Quliyev Azər. Bugün sizə yolun hərəkət iştirakçılarından danışacağım. Yol hərəkəti haqqında qanunun 36-cı maddəsi yol hərəkəti iştirakçılarının hüquqları və vəzifələrindən bəhs edir. Birinci bilməliyik ki, yol hərəkəti iştirakçıları kimlərdir? 5 yol hərəkət iştirakçımız var. Bilməliyik ki, hərəkət prosesində nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, piyada, mal qara ötürən, velosipedçi, həmçinin mopedçi, kiçik elektrik nəqliyyat vasitələri sürücüləri də yol hərəkəti iştirakçısıdır. 5 yol hərəkəti iştirakçımız var və bunlar yoldan istifadə edən şəxslərdir. Amma bunlardan əlavə yolda biz bir neçə ünsur görə bilərik, şəxslər görə bilərik, amma onlar yol hərəkəti iştirakçısı deyil. Nizamlayıcı yolu nizamlayır. Yolda iş görən, təmizlik işləri, təmir, tikinti, bərpa işləri görən şəxslər, həmçinin də dayanmış yük avtomobilinin salonunda əyləşmiş şəxs yol hərəkəti iştirakçısı hesab olunmur. Birinci piyadadan danışaq. Piyadalar, həmçinin də piyadalara bərabər tutulanlar, məsələn, velosiped aparan, moped aparan, kirş aparan, motosiklet aparan, yəni aparan deyəndə şəkildə gördüyünüz, baxın bu animasiyada velosipeddən düşüb onu əlində diyirlədə aparan şəxslər də piyadaya bərabər tutulur. Və yaşayış məntəqəsindən kənarda yolun hərəkət hissəsilə hərəkət edən piyadalar nəqliyyatın axınına qarşı hərəkət etməlidir. Yalnız mühərriksiz əlil arabasında hərəkət edən piyada isə, yəni əlil arabası isə hərəkət istiqamətində hərəkət edir. Piyadaların kütlə halında, yəni kütlə halında hərəkət etməsinə mütəşəkkil piyada dəstəsi deyilir. Onlar sutkanın işıqlı vaxtı hərəkət hissəsi ilə hərəkət edirlər. Bir sırada 4 nəfərdən artıq olmayan dəstə ilə hərəkət edirlər. Həmin dəstənin müşahidçilər dəstənin sol cinahında hərəkət edirlər. Onların əlində gündüz vaxtı qırmızı bayraqcıqlar olur. Həm öndə, həm də arxada hərəkət edirlər. Amma sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyəti görmə şəraitində isə qarşıdakı müşahidçinin əlində ağ işıq fənəri, arxadakı müşahidçinin əlində isə qırmızı işıq fənəri tutulmalıdır. İndi isə sizə uşaqların dəstə halında hərəkət etməsindən danışım ki, uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtları aparmağa icazə verilir, amma böyükləri müşahidə ilə. Ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yolun çiyin hissəsi ilə aparmağa icazə verilir. Nə sutkanın qaranlıq vaxtı, nə də hərəkət hissəsində uşaqları dəstə halında aparmaq qəti qadağandır. Yol hərəkəti haqqında qanunun 40-cı maddəsi piyadanın vəzifələrindən bəhs edir. Orada qeyd olunur ki, piyada səki ilə, piyada zolağı ilə, yol çinləri ilə, bunlar olmadıqda velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməlidir. Ayrıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Bəs yolu necə keçməlidir? Yol piyada keçidindən keçməlidir. Baxın, burada işarələdiyim piyada keçidi var. Amma digər, yəni bu yol ayrıcından şaxələnmiş yolların digər hissəsində piyada keçidi yoxdur. Bir dənə yerdə var. Piyada keçidi olmayan yerdən isə səki xətti yol çini xətti boyunca keçməlidir. Yəni burada gördüyünüz, baxın bu işarələdiyim yer səki xətti boyunca işarələnmiş yerdir. Yəni oradan keçməlidirlər. Və yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin 9-cu bəndində yazılıb ki, piyada keçidinin kənardan piyada yolu keçə bilərmi? Bəli. Görmə həddində keçid və yol ayrıcı olmadıqda, səth çəkilməyən, hər iki tərəfdən yaxşı görünən yerlərdən yolu düz bucaq altında keçməlidirlər. Baxın, bu qaydada düz bucaq budur. Yəni bu səkidən bu səkiyə. Yəni iti bucaq altında, kör bucaq altında yolun hərəkət hissəsini məşğul etmək olmaz. Piyadaların yalnız hərəkət hissəsindən yaxud piyada keçidindən kənar yerlərdə yalnız yaşayış zonasında icazə verilir. Yəni yaşayış massivlərində, həyət əraziləri hesab olunur və orada piyadalar həm səkidə, həm hərəkət hissəsində, həm piyada keçidindən, həm də piyada keçidindən kənarda yolu keçməyə icazə verilir. Avtomobillər orada saatda 20-dən artıq olmayan sürətlə hərəkət edir və piyadalara harda gəldi yol verməyə məcburdur. Amma piyadalar da burada canlarını təhlükəyə məruz qoymamalıdır. Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin 3-cü hissəsində yazılıb ki, keçidi başa çatdıra bilməmiş piyada nəqliyyat vasitəsinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidir. Bu xüsusən nizamlanan yol ayrıcına aiddir ki, piyada silueti formasında svetoforun yaşlı siqnalı yanında yol ayrıcına və yaxud piyada keçidinə daxil olan piyada siqnallar dəyişəndə əgər əks istiqaməti ayıran xəttə çatmayıbsa, gəlib xəttin üstündə dayanıb gözləməlidir. Hərəkət təhlükəsizliyə riayət etməklə, yolu keçməyin onlar üçün təhlükəsiz olduğunu yəqin etdikdən sonra keçidi başa çatdırmalıdır. Yaxud siqnal dəyişdikdən sonra, yəni onlara icazə siqnalı verildikdən sonra keçidi başa çatdırmalıdır. Piyadalar ümumi istifadədə olan nəqliyyat vasitəsini, yaxud taksini və yaxud hər hansı bir nəqliyyat vasitəsinin hərəkət hissəsindən azca hündürə qalxmış kiçik minik meydançalarında gözləməlidir. Onlar olmayanda yol çiynində, səkidə gözləməlidir. Və avtomobil, nəqliyyat vasitəsi tam dayandıqdan sonra yolun hərəkət hissəsinə çıxmalı, minməlidir və yaxud avtomobil tam dayanandan sonra düşməlidir. Bunlara diqqət etmək lazımdır. İndi sizə sərnişindən danışacağam. Sərnişin kimdir?
hərəkət zamanı nəqliyyat vasitəsində hərəkət edən, amma onun idarə edilməsinə aidiyyəti olmayan şəxsə sərnişin deyilir. Yəni aidiyyəti olmayan şəxs odur ki, təlimçi də sərnişin qismində əyləşir, amma avtomobilin idarə edilməsinə aidiyyəti olduğu üçün ona sürücü statusu verilir. Yəni təlimçi sükan arxasında tələbə əyləşdiyi şəxs hallarda sürücüyə bərabər durulana sərnişin deyə bilmərik. Amma o şəxsi idarə edilməyə aidiyyəti deyil və hərəkət edən nəqliyyat vasitəsində gedirsə, bu sərnişindir. Sərnişin nəqliyyat vasitəsində yalnız xüsusi minik meydançalarından, belə meydança olmadıqda isə səkidən və ya yol çiyini tərəfdən, yəni avtomobilə yol çiyini və səki tərəfdən minib düşməlidir və tam dayandıqdan sonra səki yol çiyini tərəfdən minib düşmək mümkün deyilsə, o halda onlar hərəkət hissəsindən minib düşə bilər ki, o hal təhlükəli olmasın, yəni təhlükəsiz olsun, hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın. O halda sərnişinlərə hərəkət hissəsi tərəfdən minib düşməyə icazə verilir. Sərnişin hərəkət zamanı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır və yayındıran söhbətlər, davranışlar sərgiləməməlidir. Təhlükəsizlik kəməri olan avtomobildə hərəkət edərkən təhlükəsizlik kəmərini bağlamalıdır. Bu sərnişinin özünün vəzifəsidir. Bağlamasa 30 manat cərimə onun özünə yazılmalıdır. Motosikletdə hərəkət etdikdə isə motoşlemi, yəni kaskanı geyinməlidir. Bunun da məsuliyyəti özünündür. İndi isə siz sürücünün vəzifələrindən, Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsi sürücünün vəzifələrindən bəhs edir. 37-ci maddənin 4-cü bəndində yazılıb ki, yol nəqliyyat hadisəsi törətmiş sürücünün 4 ardıcıl vəzifəsi var. Ardıcıl sözünə diqqət edin. 5-ci vəzifəsini isə axırda izah edəcəm. Birinci işi, yəni qəza törətmiş şəxsin ilk işi nəqliyyat vasitəsinin yerindən tərif etməməli, qəza dayanma nişanı quraşdırmalı və qəza işıq siqnalı yandırmalı, yaxud qırmızı işıqlı portativ fənər quraşdırmalıdır. Yeganə haldır ki, burada hər iki vasitəni eyni vaxtda tətbiq edir. Və hadisəyə aidiyyəti olan əşyaları yerindən dəyişməməli, tərpə etməməlidir. İkinci işi, zərər çəkənlərə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirlər görməlidir. Təcili tibbi yardım maşını çağırmalıdır. Zərər çəkənlərə həyatı üçün təhlükəli olduqda, yəni xəsarəti ağır olduqda onu eyni səmt üzrə gedən nəqliyyat vasitələri ilə xəstəxanaya göndərməlidir. Əgər bu mümkün olmadıqda, yaxud avtomobil olmadıqda, digər nəqliyyat vasitələri olmadıqda özünün nəqliyyat vasitəsi ilə aparmalıdır. Üçüncü işi, əgər qəza nəticəsində başqa şəxslərin, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq, yaxud zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya, yəni xəstəxanaya aparmaq zərurət olduqda şahidlərin iştirakı ilə bunu etməlidir, qeyd etdirməlidir və s. və axır. Dördüncü hal, hadisə haqqında polisə, hüquq mühafizə orqanlarına, sığorta şirkətlərinə məlumat verməli və polisin gəlməsini gözləməlidir. Beşinci hal nədir gənclər? O deyim. Əgər xəsarət alan yoxdursa, maddi zərər cüzidirsə, sürücülər razılığa gəlibsə, hadisənin sxemini öz aralarında qeyd edib aparır və öz yerini tərk edib polisə öz başına gedə bilərlər. Buna görə məsuliyyət yoxdur. Yəni inzibati xətalar məcəlləsinin 327-ci maddəsinin 6-cı bəndi ora şamil edilmir. İndi sizə velosipedçidən danışacağam. Yol Hərəkəti Haqqında Qanunun 38-ci maddəsi velosipedin vəzifələrindən bəhs edir. Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda yolun, yəni küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə piyadalara mane olmadan hərəkət etməlidirlər. Yadda saxlayın ki, səkidə velosiped sürmək qadağandır. Səkilərdə yalnız kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə və 16 yaşdan aşağı, yəni azyaşlıların velosiped sürməsinə icazə verilir. Yəni səkidə velosipedi yalnız aparmaq olar, yəni piyada qismində. Qanunun 38-ci maddəsində velosipedçilərə 2 vəzifə tələb olunur. Texniki cəhətdən saz və lazımca təchiz olunmuş velosipeddən istifadə etməlidir. Velosipedi idarə etməyə mane olan yük və sərnişin daşımamalıdır. Yük daşımaq olar, amma hərəkətinə mane olmursa daşıya bilər. Amma sərnişin daşımaq birmənalı qadağandır. Velosipedçilərin üstün olduğu 4 hal var, onu vizual olaraq sizə təqdim edirəm. Məsələn, velosiped öz yolunda hərəkət edir. Baxın burada. Ondan solda hərəkət edən avtomobil dayanıb sağa dönəndə velosipedi buraxmalıdır. Bu həm də Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsinin 5-ci bəndində qeyd olunur. Yəni sağa yer dəyişmə edən sağında olan nəqliyyat vasitəsini buraxmalıdır. Burada velosipedçi üstündür. İkinci hal, eyni əhəmiyyətli yol ayrıcında sağdan gələn relsli nəqliyyat vasitəsini buraxmaq lazımdır. Maddə 77-nin 3-cü bəndi. Yəni sağdan velosipedçi də gəlsə üstündür. Demək ki, velosipedçi eyni əhəmiyyətli yol ayrıcına avtomobilə sağdan yaxınlaşanda, yaxud avtomobil velosipedçiyə soldan yaxınlaşanda velosipedçi üstündür. Yaşayış zonasından çıxan bütün nəqliyyat vasitələri əsas yolda olanlara yol verməlidir.
avtomobil, yəni reysli nəqliyyat vasitələri yaşayış zonasından əsas yola çıxanda daxil olacaqları yolun yaxın velosiped zolağında hərəkət edən velosipedçilərə də yol verməlidir. Amma velosipedçilərin vəzifələrində yazılıb ki, mühərriksiz velosipedçi velosiped yolu ilə avtomobil yolunun kəsişməsinə daxil olarkən avtomobillərə yol vermədən hərəkət edə bilməz. Yəni yol verməlidir. Yəni bu vəziyyətdə avtomobillər üstündür. Bu xəbərdarlıq nişanı isə avtomobillərə demək istəyir ki, sürücü, ehtiyatlı ol. Sənə yol verildiyinə əmin olduqdan sonra velosipedə adda keç, yolu keç. Velosipedçilər tam təchiz olunmalıdır. Nədir? Yəni əylə sistemi ilə və yaxud işıq qaytarıcılarla sutkanın qaranlıq vaxtı qabaqda ağ, arxada isə qırmızı rəngdə işıq qaytarıcılarla işarələməlidir. Yəni lazımınca saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə edilməsi bu anlayışı demək istəyir. Velosipedçilər dəstə halında hərəkət etməzdən öncə, əgər velosipedçilər fərdi halda hərəkət edirsə, bir sırada hərəkət etməlidir. Yəni bir cərgədə hərəkət etməlidir və yol çiynində də velosipedçilərin hərəkət etməsini icazə verir. Amma bu halda piyadalara mane olmamalıdır. Amma əgər velosipedçilər dəstə halında hərəkət edirsə, o halda 10 velosipeddən çox olmayan qruplara bölünməlidirlər. Mopedlərin dəstəsi olmur, yalnız velosipedçilərin dəstəsi olur. Bu dəstələr hərəkət hissəsi ilə hərəkət etdikləri üçün digər nəqliyyat vasitələrinin onları ötməsini asanlaşdırmaq məqsədi ilə dəstələr arasında məsafə 80-100 metr olmalıdır. Yəni nəqliyyat vasitələrinin onları rahat ötməsi üçündür. Velosiped və mopedlərin birgə istismarı üçün, yəni birgə istifadə edilməsi üçün qoşqularının olur ki, onları yedəyə ala bilər. Amma o qoşqular istisna olmaqla velosipedləri yedəyə almaq, velosipedlərin yedəyə alması qəti qadağandır. Burada yedəyə alan velosipedçi görürsünüz ki, bu da qayda pozuntusudur. Yol hərəkəti haqqında qanunun 47-ci maddəsi mal-qara ötürənlərin və kirşələrin, at arabalarına dair tələblərdən bəhs edir. Birinci bənddə yazılıb ki, at arabalarının, yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərti ilə onların yol çiyini ilə hərəkətinə icazə verilir. Demək, yol çiyində piyadalar, at arabaları və kirşələr, həmçində velosipedçilər, yük, minik heyvanları hərəkət edə bilər. At arabaları işığı əks etdirən qurğu ilə sutkanın qaranlıq vaxtı hərəkət etdiksə, həm də fənərlərlə təchiz olunmalıdır. Buna diqqət edin, bu cümlələr imtahana çox düşən suallardır. Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə bölünməlidir. At arabaları yaxud kirşələr isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidir. Və bu dəstələr və bu sürülər arasında məsafə yenə də 80-100 metr olmalıdır. Bu da ötməni asanlaşdırmağa xidmət edir. Mal-qaranı dəmir yol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirdikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranı təhlükəsiz keçirilməsi təmin edilsin, yəni təhlükəsiz keçirilməsi təmin olunsun. Mal-qara ötürənlərə bir neçə hal qadağandır. 1. Mal-qaranı yolda nəzarətsiz qoymaq. Mal-qaranı dəmir yol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək qadağandır. Müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa, yəni onlar istisnadır. Belə yerlər var ki, orada xəbərdarlıq nişanları ilə mal-qaranı ötürmək üçün yerlər təyin olunur. Onları istisna edir qanun. Mal-qaranı asfalt və sement beton örtülü yollarla ötürmək qəti qadağandır. Yadda saxlayın ki, yol hərəkəti haqqında qanun 47-ci maddəsinin 2-ci bəndində yazılıb ki, yola bitişik ərazidən və ya 2-ci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının sürücüsü heyvanın cilovundan tutaraq onu əsas yola çıxartmalıdır. Yəni düşməlidir, arabadan əlində keçirməlidir. Bu halda o mal-qara ötürən qismində iştirak etmiş olur. Yadda saxlayın ki, yol çiyini olsa belə at arabalarının hərəkət hissəsi ilə hərəkət etməsi qadağan deyil və yaxud yol çiyini olsa belə hərəkət hissəsi ilə velosipedlərin hərəkət etməsi qadağan deyil. Yol çiyini velosiped zolağı hesab olunmur. Velosiped zolağı olduğu halda onun yanındakı yolda hərəkət etmək qadağandır. Yaxud at arabası burada hərəkət hissəsi ilə hərəkət edir. Hərəkət hissəsinin sağında belə yollarda, yəni eyni istiqamətdə əlavə 2 zolaq varsa, bunların da sola geriyə dönməsi qadağandır. Diqqətiniz üçün təşəkkür edirəm. Sizin Azər Quliyev idi.